Salam dostlar, bugünkü videoda isə parabolanın kanonik tənliyinin isbatını verəcəm. Fokus adlanan verilmiş F nöqtəsindən və direktris adlanan bu D düz xəttindən eyni uzaqlıqda yerləşən nöqtələrin həndəsi yerinə deyirlər parabola. Burada biz parabolanı elə seçmişik ki, bu parabolanın təpə nöqtəsi bu FD məsafəsinin orta nöqtəsi olsun. Gəlin bu FD məsafəsini bir P ədədinə bərabər götürək. O zaman buradan F nöqtəsinin koordinatları olacaq P bölünsün 2, 0. D nöqtəsində koordinatları olacaqdır mənfi P bölünsün 2, 0. Çünki FD parçasının orta nöqtəsini seçmişik. Tərifə görə, məsələn bu parabola üzərində götürülmüş bu M nöqtəsindən bu F nöqtəsinə qədər olan məsafə bərabərdir bu M nöqtəsindən bu D düz xəttinə qədər olan məsafəyə. Və yaxud da buradan götürülmüş bir nöqtədən, tutaq ki bir K nöqtəsindən, buradan bura qədər olan məsafə bərabərdir bu K nöqtəsindən bu D düz xəttinə qədər olan məsafəyə. Yəni buradakı parabola üzərində götürdüyümüz istənilən nöqtədən o fokus nöqtəsinə qədər olan məsafə ilə məsafənin uzunluğu elə həmin nöqtədən bu direktrisə qədər olan məsafəyə qədər nədir? Bərabərdir. Burada olsun hər hansı ki bir N nöqtəsi. Onda deyilənə görə, yəni tərifə görə MF nəyə bərabərdir? N məsafəsinə. M nöqtəsində koordinatları olsun X, Y. O zaman iki nöqtə arasındakı məsafə düsturuna görə yazırıq ki, kök altında X çıx P bölünsün 2-nin kvadratı üstəgəl Y kvadratı bərabərdir. MN məsafəsi də olacaqdır. M nöqtəsinin koordinatları budur. N nöqtəsində koordinatları nə olacaqdır? N nöqtəsinin koordinatları apsisi elə D nöqtəsinin apsisi ilə eynidir. Yəni ki, mənfi P bölünsün 2 olacaqdır. P bölünsün 2. Bu N nöqtəsinin ordinatı ilə isə belə M nöqtəsinin ordinatı ilə eyni olacaqdır. Çünki buradan bura biz perpendikulyar çəkmişik və elə o da nədir? Y olacaqdır. MF məsafəsi bərabərdir nəyə? MN məsafəsinə. Buradan da bərabər olacaqdır. Bu kök altında Y-lər gedəcək. X üstə gəlinsin. P bölünsün 2-nin kvadratına. Tərəf-tərəfdən biz kvadratı yüksəltsək bunu və mötərizələri açsaq, alırıq ki, X kvadratı çıx PX üstə gəlinsin. P kvadratı bölünsün 4. Üstə gəlinsin Y kvadratı bərabərdir X kvadratı üstə gəlinsin PX üstə gəlinsin P kvadratı bölünsün 4. Oxşar hədləri islah eləsək X kvadratlar da getdi. Y kvadratı bərabərdir nə alırıq? 2PX. Y kvadratı bərabərdir 2PX. Bax bu tənliyə deyirlər parabolanın kanonik tənliyi. Sağ olun.